Azərbaycan Dövlət İqtisad Universitetində Elm Festivalı 2025 başlayıb. 2 gün davam edəcək festivalda gələcəyin alimləri və mühəndisləri kreativ sərgisi təşkil olunub. Müzakirə çərçivəsində elmin əlçatanlığı və cəmiyyət tərəfindən anlaşılan olması, həmçinin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlı fikirlər açıqlanıb. Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib ki, elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması ixtisaslara səbəb olmayacaq. Möhtərəm Cənab Prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda bir sıra elmi təşkilatların optimallaşdırılması ilə bağlı müvafiq qərar verilib. Qərar mahiyyəti ondan ibarət ki, 37 müxtəlif müəssisədən 15 müəssisəyə biz transformasiya edirik. Bəzi qurumlar ali təhsil müəssisələrinin tabeliyinə verilir, bəzi qurumlar isə ümumiyyətlə fəaliyyəti, belə deyək, qənaətbəxş olmayan qurumlar və yaxud onların fəaliyyətini təkrarlayan digər qurumlar olduğu təqdirdə onların fəaliyyəti bu ilin sonuna qədər, yəni 2025-ci ilin sonuna qədər mərhələli şəkildə həmin qurumlar ləğv ediləcək. Ümumiyyətlə proses məhz ilin sonuna qədər mərhələli olaraq həyata keçiriləcək. Məqsəd təbii ki, hansı ixtisarlar deyil. Burada sadəcə olaraq yer dəyişmələrdən söhbət gedə bilər. Ona görə hər hansı bir işçilərin ixtisarı və ya kütləvi ixtisarından söhbət getmir.